Salam əziz şagirdlər, mən Malik Abbasov, Azərbaycan dili və ədəbiyyat müəllimi. Deməli, bugün sizə DİM-in 9-cu sinif buraxılış imtahanı rus sektoru üçün, yəni Azərbaycan dili dövlət dili kimi olan imtahan suallarını izah edəcəm. Deməli, bildiyiniz kimi 1 və 4-cü test tapşırıqları dinləmə mətni əsasındadır. Təbii ki, dinləmə mətni mən dinləmədiyim üçün o sualları izah edə bilməyəcəm və 5-ci sualdan başlayacaq. Deməli, 5-ci sualda nə deyir? 5-ci sualda deyir ki, sözlərin düzgün ardıcıllığını müəyyən edərək cümlə qurun. Bu sualda doğru cavabımız E variantı olacaq. Yəni, doğru yazılıbdır. Aha, E variantı. Deməli, doğru cavab E olacaq. Niyə? Baxaq görək. Deməli, uzaqdan dağ, sonra 4 nədir? Dağ çayının gürültüsü eşidilirdi. Belə olacaq. Uzaqdan dağ çayının uzaqdan hardadır? 3. Dağ çayının 1, 4, gürültüsü eşidilirdi 5. Deməli, cavabımız oldu 3, 1, 4, 2, 5. Bu isə E variantıdır. Doğru cavabımız olacaq E variantı. Keçək növbəti suala. Deməli, 6-cı sual. 6-cı suala baxaq. Uzaqdan tünd yaşıl köynəyi seçilirdi cümləsində hansı sözlər səhv yazılmışdı? Uzaqdan X ilə yazılıb, bu Q ilə yazılmalı idi və tünd yaşıl belə yazılmalıdır. Burada yazaq. Tünd yaşıl. Deməli, 1 və 2. 1, 2 A variantı. Doğru cavabımız olacaq A variantı. Keçək 7-ci suala. Hansı cümlədə ara söz işlənmişdi? Cavabımız olacaq B variantı. Burada deyəsən sözü ara sözdür. Nədən müəyyənləşdiririk? Vergüllə müəyyənləşdiririk. Biz bilirik ki, ara sözlər cümlənin əvvəlində gələrsə ara sözdən sonra vergül olacaq. Cümlənin ortasında gələrsə hər iki tərəfdən vergül olacaq və cümlənin sonunda gələrsə ara sözdən əvvəl vergül olacaq. Gördüyünüz kimi ara sözdən əvvəl vergül var. Deməli, 6-cı sual, 7-ci suala cavabımız oldu B variantı. 8-ci suala baxaq. Zarafatçı sözünün qulusa növünü və hansı nitq hissəsinə aid olduğunu müəyyən edin. Deməli, bir qulusa növü lazımdır bizə burada, bir də hansı nitq hissəsi olmağı lazımdır. Zarafatçıl necə? Sifətdir və zarafat sözün kökü cılsa leksik şəkilçi. Deməli, düzəltmə sifət olacaq. Cavabımız oldu E variantı. Keçdik 9-cu suala. Hansı sözdə sonra sözü zərf kimi işlənmişdir? Biz bilirik ki, əvvəl sonra sözləri çıxışlı qala qoşularsa qoşma olacaq, qoşulmadıqda zərf olur. Baxaq, A variantında çıxışlıqa qoşulubdur, deməli qoşmadır. A getdi. B variantı dərsdən dən çıxışlıq, burada sonra deməli qoşmadır, bu da getdi. C variantı işçilərlə sonra danışılacaq. Cavabımız olacaq C variantı. Niyə? Çünki gördüyünüz kimi sonra sözündən qabaqda çıxışlıq qal yoxdur. D variantında çıxışlıq var, sonra sözündən qabaq. E variantında sonra sözündən qabaq çıxışlıq var, deməli D və E də getdi. 9-cu sualda doğru cavabımız olacaq E variantı. 10-cu suala baxaq. Hansı cümlədə vergül işarəsi və bağlayıcı ilə əvəz etmək olmaz? Vergülü deyir və ilə əvəz etmək olmaz. A variantına baxırıq ki, əvəz etmək olar. Məsələn, payız gəldi və havalar soyumağa başladı və sözü artıra bilirik. Rahat bir sualdır. A getdi. B də Fuad dəftər və qələm aldı və artıra bilirik. Bu da getdi. Səlimi çağır gəlsin və problemləri həll etməyi ona tapşır. Burada da artırmaq oldu. Dostumu çağırdım və layihə üzərində birlikdə işləməyə başladıq. Artırmaq oldu. Əgər yarış baş tutsa, biz istədiyimizə nail ola bilərik. Gör, bu cümlədə artırmaq olurmu? Əgər yarış baş tutsa və biz istədiyimizə nail ola bilərik. Burada və artırmaq olmur və bir şey yadda saxlayın ki, sasə, şərt şəkili varsa, ondan sonra və artırılmaz. Deməli, 10-cu sualda doğru cavabımız olacaq E variantı. Keçdik 11-ci suala. Hansı cümlələrdə mənsubi şəkilçili söz var? İnsanların ehtiyacı. Biz bilirik ki, mənsubi şəkilçinin əvvəlində yəli kal olur. Gördüyünüz kimi burada I, ehtiyac sözün kökü I mənsubiyyətdir və ondan əvvəldə I yəli kal gəlib. Deməli, biri 1 olacaq. 2-yə baxaq. Günəş şüası, günəşin şüası. Burada S mənsubiyyətdir və I şəkilçisi də deməli, qeyri-müəyyən yəli kaldır. Bu I şəkilçisi artırmaq olur. Deməli, 2 də olacaq cavabımız. Burada əlavə olaraq bir şey deyim. Əslində S mənsubiyyət deyil, amma əslində bu I-4 şəkilçisidir, I mənsubiyyətdir. S bitişdirici samitdir. Şüas sözündə deməli S bitişdirici samitdir. Orada deməli I şəkilçisi mənsubiyyətdir.
Sonra birinci təklifi nəyi? Burada təsirlikdir. 3 getdi, 4-ə bax. İdman adamı gümrah saxlayır. Kimi adamı? Kimi sualda təhsil yanı sualı. Deməli bu da təhsil yanı, bu da getdi. Mənə baxmasan, burada ümumiyyətcə mənsubiyyət də yoxdur. Təsirlik də yoxdur. 5-də getdi. 6 yazın gəlişi. Gəliş i. I burada mənsubiyyətdir. Ön səyyəlikdir. Sondakı i təsirlikdir amma. Bizə təhsili olmaq lazımdır. Bizə əsas odur ki, mənsubiyyət olsun. Cavabımız 1, 2, 6 E variantı olacaq. 1, 2, 6 cavabı oldu cavabımız. 12-ci suala bax. Frazeoloji birləşmələri müəyyən edin. Könül vermək. Könül vermək bəli frazeoloji birləşmədir. 1. Suda batmaq bu frazeoloji birləşmə deyil. Getdi. Ürəyi yanmaq bu da frazeoloji birləşmədir. Boynundan atmaq bu da frazeoloji birləşmədir. Çünki burada məcazlik var. Deməli 1, 3, 4 cavabı çıxıb artıq. 1, 3, 4 ilə də olan D cavabıdır. Baxaq, hədiyyə vermək. Hədiyyəni həqiqətən verirsən. Bu da frazeoloji birləşmə deyil. Getdi. Ağlına batmaq burada məcazlik var. Frazeoloji birləşmədir. Top tutmaq həqiqidir. Yardım etmək bu ümumiyyətcə bir sözdür. Yəni mürəkkəb feil götürəcək. Yardım etmək mürəkkəb tərkibi feil. Bu cürlə deyə bilərik. Mürəkkəb feil və ya da tərkibi feil. Tərkibi feil nə deməkdir? Yəni iki söz birləşir, bir dənə tərkibi feil yaradır. Yəni bu ümumiyyətcə bir sözdür. Yəni bu 8-ci ki var, 8 bax bu sonuncu x atıram üstünə. Bu ümumiyyətcə nə sərbəst söz birləşməsi deyil, nə də frazeoloji birləşmə deyil. Cavabımız burada oldu 1, 3, 4, 6 D variantı. Deməli 12-ci sualda cavab oldu D variantı. 13-cü suala baxaq. Heç bir şəkilçi istifadə etmədən hansı sözlərdən söz birləşməsi düzəltmək olar? Yəni şəkilçi artırmayacaq. Baxaq görək. Parça, dərin, zirvə, parça. Dərin quyu ola bilər. Dərin quyu 2, 4. 2 ilə 4. Zirvə, nazik, dağ. Nazik parça ola bilər. 5, 1. 2, 4, 5, 1. 2, 4, 5, 1. Bu da oldu A variantı. 13-cü sualda doğru cavabımız olur A variantı. 14-cü sual. Biri tabeli mürəkkəb cümlədir. 14-cü sualda bilirəm ki, uğur qazanacağam ana. Doğru cavabımız olacaq A variantı. Niyə? Tabeli mürəkkəb cümləni biz bilirik ki, sadələşdirmək olur. Gəlin sadələşdirək. Uğur qazanacağımı bilirəm ana. Gördünüz? Burada 2 dənə xəbər var belə baxanda. Bir də qazanacağım sözü. Bu ikisi xəbərdir. Amma bunu sadələşdirən necə olur? Gəlin sadələşdirək. Uğur gəlin baxaq görək burada neçə xəbər oldu? Bizcə nə xəbər oldu? Deməli sadələşdirmiş olduq. Deməli sadələşdiriksə bu nə olacaq? Tabeli mürəkkəb cümlə olacaq. 14-cü sualda deməli doğru cavabımız oldu A variantı. Keçək 15-ci suala. 15-ci sual mətndir, alma ağacı mətnidir. Buna bir dənə yüngül var göz gəzdirmişəm. Ona görə birbaşa cavablara keçək. Hansı fikir küləyin nitqini tamamlaya bilər? 15-ci sual. Gəlin baxaq. İnsanlar səni görənə qədər səbirli olmalısan. Xeyr, bu küləyin fikrini tamamlaya bilməz. Küləyin fikri hardadır? Bir dənə baxaq. Səni xilas edim. Bax bu hissə küləyin fikridir. Bax bu hissədə. Küləyin fikri başlayır bura qədər. Deməli, yenidən bar gətirmək üçün özünü qorumalısan. B variantını artırmaq olar. Gəlin baxaq. Gəl bu ağırlıqdan səni xilas edim. Fədakarlıq gözəldir. Ancaq sınsan artıq heç kimə fayda verə bilməyəcəksən. Yenidən bar gətirmək üçün özünü qorumalısan. Deməli 15-ci sualda doğru cavabımız oldu B variantı. 16-cı suala baxaq. 16-cı sual. Deməli biz nəticə əsasında nəticəni burada veriblər. Biz buradan səbəbə aydın onların hansı doğrusa onu seçməliyik. Alma ağacı barının bir hissəsini yerə səpələdi. Bu yerə səpələməyinin səbəbi nə idi? Uşaqlar alma ağacının meyvələrini vaxtından əvvəl dərir, onlar düzgün rəftar etmirlər. Xeyr, o əvvəl idi. Amma indi alma ağacı həddindən artıq uca boy atmışdı və ümumiyyətcə uşaqların alma ağacından alma qopartmağına imkanları çatmırdı. Çünki ağac həddindən artıq böyümüşdü, heç kimin əli çatmırdı. Deməli, bir getdi. Bir getdisə, burada 2 dənə cavab istəyir bizdən. 2, 3, 4 cavabı qalıbdı. Ya 2, 3 olacaq, ya da 2, 4 olacaq. İkisindən biri olacaq. Bir olan cavabı da ataq geçsin buradan. Deməli, test işləyəndə bax bu cür işləyin. Yəni variantları çıxa-çıxa işləyin. Onda daha rahat
işləmiş olacaqsınız. Ola bilər ki, məsələn, hər hansısa birdə şübhən qalar və yaxud üçdə şübhən qalar variantları, amma dəqiq bilirsən hansılar dəqiq bilirsənsə, onlara çıx variantlar. Yəni bilirsən ki, bu 100% səhvdir, üstdən xətt çək getsin həmin variantlar. Bilirsən ki, bu 100% düzdür, həmin variantları saxla, yəni gör sonda nə olacaq cavab. 2-yə baxaq. Alma ağacı arıqdan xilas olmağa çalışırdı. Bəli, alma ağacı artıq almaları o qədər çox idi ki, belə deyək, budaqları sına bilərdi. Ona görə də artıq xilas olmağa çalışır. Bir hissəsini yerə səpələməyinin deməli səbəbi nə idi? Xilas olmaq istəyirdi. 3-ə bax, istəyirdi ki, insanlar onun yetişmiş meyvələrinə qonaq olsunlar. Bəli. Yəni alma ağacı bağının bir hissəsini yerə səpələdi. Yerə səpələməyinin 2 dənə səbəbi var idi. Bir istəyirdi ki, insanlar onun meyvələrinə qonaq olsunlar. Bir də istəyirdi ki, artıq bu ağırlıqdan, bu yükdən xilas olsunlar. Deməli, cavabımız oldu 2-3 cavabı, 2-3də B variantı. 16-cı suala cavab oldu B variantı. Keçək 17-ci suala. Tünd qara rənglə verilmiş hansı sözü kontekstə görə əvəzləmək mümkün deyil. Deməli, bax elə burada baxaq, biçarə sözünə lazımsız yazıblar. Biçarə çarəsiz deməkdir. Amma lazımsız yazıblar. Deməli, bu səhvdir. Biçarə sözü də burada mətndə varmı? Bəli, var. Bax, bu hissədə verilibdir. Deməli, 17-ci suala cavabımız olacaq B variantı. Biçarə lazımsız deyil. Biçarə çarəsiz qalan deməkdir. Yəni, çarəsiz qalmışdı orada. Biçarə qalmışdı, yəni çarəsiz qalmışdı. 17-ci sualda doğru cavabımız oldu B variantı. 18-ci suala baxaq. Hansı nümunələr mətnin əsas ideyasına uyğundur? Deməli, baxaq. Bağa baxarsan bağ olar, baxmazsan da olar. Xeyr, burada heç bağ deyildi. Bir dənə ağac idi cəmi. Deməli, A variantı getdi. B-yə baxaq. Ağac bar verdikcə başını aşağı əyər. Düzdür, burada ağacın budaqları aşağı əyilmişdi. Ola bilsin sizləri bu B variantı çaşdıra bilər. Amma ki, ağac bar verəndə başını aşağı əyər, bu mətnlə uyğun deyil bu atalar sözü. Bu biz necə mətn olsa uyğun ola bilərdi. Məsələn, deyək ki, bir insan çalışqandır, çalışır, insanlara hər cür kömək edir, amma hər dəfə də öz sadəliyini qoruyub saxlayır. Bax, həmin o tipli mətn olsa, B variantı ona aid ola bilərdi. Keçək C variantına. Məqsədə gedən yol fədakarlıqdan keçir. Bəli, məqsədə gedən yol fədakarlıqdan keçir. Alma ağacının məqsədi nə idi? Alma ağacının məqsədi o idi ki, boy atsın, həddən artıq böyüsün və insanlara daha çox faydası olsun. Yəni, insanlar o meyvəsini kal yeməsinlər və yetişmiş meyvələrini, şirin meyvələrindən yesinlər. Alma ağacının məqsədi bu idi və alma ağacı da bu yolda əziyyət çəkir. Çünki almalar artıq onun budaqlarına həddən artıq yük olurdu. Amma bu fədakarlığa dözürdü. Yəni, daha doğrusu bu çətinliklə dözürdü, fədakarlıq göstərirdi. Deməli, 18-ci sualda doğru cavabımız olacaq C variantı. D variantında ən dadlı meyvə vaxtında yetişəndir. Heç mətnlə bunun əlaqəsi yoxdur. Düzdür, meyvə yetişmişdir, dadlı idi. Bu sizi çaşdıra bilər, amma çaşdırmasın. Çünki mətnin əsas ideya məsələsi var. İdeyası deyil o. İdeyası almanın fədakarlığı idi. İnsanlar üçün fədakarlıq edirdi. E variantında birinci saflığı var. Burada su ilə heç əlaqəsi yoxdur mətn. Keçək 19-cu suala. 19-cu sualda mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Məcazi mənada olanlara. Budaqları sındırır. Bu həqiqidir. Bu getdi. Bir getdi. Sonra qərara gəlmək. Bu məcazidir. 3-ü yadda saxlayaq. 2 hardadır? Narazı salırdı. Salmaq, qələm əldən salmaq, kitab əldən salmaq, nəyəsə əldən salmaq həqiqi olar. Amma burada məcazidir. 2-3. 2-3 ilə başlayan cavab olacaq. 4-ə baxaq, ağırlaşırdı. Burada şirəli hala gəlir, getdikcə ağır. Burada həqiqi mənadadır. Bu getdi. Deməli, 2-3. 5-ə baxaq, 5-də nədir? 5 hardadır, 5 tapamıram. Səpələr, yerə səpilmək. Bu da həqiqidir, bu da getdi. 2-3-5 olacaq cavab. Sadəcə 5 hələ tapa bilmirəm. Tab gətirmək. Biri var, nəyəsə haradasa gətirmək. Bu həqiqi olar. Amma buradakı tab gətirmək məcazidir. Deməli, cavabımız olacaq 2-3-5 A variantı. 19-cu sualda doğru cavabımız oldu A variantı. 20 suala bax. Mətndəki hadisələrin ardıcılığını müəyyən edin. Hadisələrin, deməli, ardıcılığını biz tapmalıyıq. Gəlin baxaq. Alma ağacının qərarı, küləyin tövsiyəsi, alma ağacının xoşbəxtliyi, alma ağacının fədakəli, alma ağacının narazılığı. Deməli, birinci başlayır nədən? Alma ağacının narazılığından 5 ilə başlayacaq. Sonra alma ağac qərara gəlir. 1, 5, 1. Sonra alma ağacının fədakarlığı, bəli.
4 4. Sonra mağazının 514. 514 dənə E variantındadır. Baxaq 2-dən nə deyir? Küləyin tövsiyəsi alma ağacının xoş. Bəli. 2-3 olacaq. Sonra da 2-3. 2-3. Niyə? Külək deməli tövsiyə eləyir, sonra da alma ağacı xoşbəxt olur. Niyə? Çünki o yükdən azad olur. Deməli 20-ci sualda cavabımız oldu E variantı. 21-ci suala baxaq. İnsanlar alma ağacına nə üçün laqeyd yanaşırlar? Çünki alma ağacı həddən artıq böyümüşdü və deməli insanların əli çatmırdı meyvəsinə, ona görə də nə edirdilər? Alma ağacına laqeyd yanaşırdılar. B variantına baxaq, meyvə dolu budaqları hündürdə idi. Çünki əlləri çatmırdı, ona görə də alma ağacına laqeyd yanaşdılar. Əvvəllər alma ağacına əlləri çatırdılar, ona görə laqeyd yanaşmırdılar. Kağ formada girdilər. Qopardılar, yeyirdilər. Amma indiki məqamda əlləri çatmırdı. Artıq ona görə də alma ağacına nə edirdilər? Laqeyd yanaşırdılar. 25 B variantı. Üzr istəyirəm, 21 B variantı. 22-yə baxaq. Alma ağacı obrazına aid iki xüsusiyyət göstərin və fikrinizi əsaslandırın. Alma ağacına aid iki xüsusiyyət nə yaza bilərik? Məsələn, fədakar yaza bilərik. Çünkisini yazarıq ki, fədakar. Niyə fədakar idi? Fədakarlığı nə idi? İnsanlar üçün yəni meyvə yetişdirirdi. Hətta o meyvələr onun budaqlarına ağırlıq salırdılar, amma o fədakarlıq göstərirdi və o bütün ağırlığa dözür və meyvəni vaxtından əvvəl yəni yerə səpələmir. Meyvəni yetişdirir və meyvəni yetişdirən tam yetişəndən sonra artıq almaları yerə səpələmiş olur. Yəni bu da bunun fədakarlığıdır. Sonra xoşbəxtliyini yaza bilərik. Xoşbəxt niyə xoşbəxt idi? Çünki onun almalarından hər kəs yeyirdilər və şirin dadlı almalar idi və bu da ona görə özünü xoşbəxt sayırdı. Keçək növbəti mətnimizə. 22-ci sualda belə, 23-cü suala baxaq. Üstünə rəqəm yazılmış hansı sözlər məcazi mənadadır? Üstünə rəqəm yazılmış sözlərə baxaq. Can atırlar. Biri birdir məcazi mənada olan. 2-yə baxaq. Özləri ilə aparırlar. Aparmaq bu həqiqidir, bu getdi. 3-ə baxaq. Müharibə başlar, bu da həqiqidir, getdi. Dilində qalan fransız, deməli polo səyahətləri haqqında ona danışır, yazısı bu məlumatları fransız dilində qələmə alır. Bir var nəyisə yerdən bir deyək nəsə düşür və yaxud da nəyisə əlinə almaq. O həqiqi olur, amma qələmə almaq məcazi olacaq. Deməli 1-4 tapdıq, eləmi? 1-4, bəli. 1-4 də hardadır? D variantındadır. Deməli 23-cü sualda cavabımız oldu. Dəqiqə bu yazdım niyəsə. 23-cü sualda doğru cavabımız oldu D variantı. 24-cü suala baxaq. Marco Polo əsərləri adlı kitabın yaranmasına hansı hadisə şərait yaratmışdı? Hansı hadisə şərait yaratmışdı? Marco Polo deməli müharibədə iştirak edir və əsir düşür. Bu isə E variantındadır. Deməli 24-cü sualda doğru cavabımız olacaq E variantı. 25-ci suala baxaq. Mətndən bu qənaətə gəlmək olmaz. Hansı qənaətə gəlmək olmaz? Baxaq görək. Kağız pul ilk dəfə Avropada istifadə olunmuşdu. Avropada şərq mallarının satışı böyük qazanc gətirirdi. Bu getdi. B variantı getdi. Doğru fikirdir. Marco Polo qalanç çəkdi. Düzdür, bu da getdi. Şərq ailəsilə birlikdə səfər etmişdi. Bəli, ailəsinə birlikdə səfər etmişdi. Çünki atası bir də əmisindən getmişdi. Mərkəzi olmuşdu. Bu da mətndə var. Bax, Təbriz burada. Bax, elə burada. Bu da getdi. Cavab qaldı A variantı. 25-ci sualda doğru cavabımız olacaq A variantı. Niyə A variantıdır? Çünki bax, burada bir dənə cümlə var. Bir dənə onu tapım. Avropalılar onun sayəsində kağız, pul, barıt və kompasın ixtirası ilə tanış olurlar. Hələ Avropalılar Marco Polo'nun sayəsində tanış olurlar. Deməli, kağız pul ilk dəfə Avropada istifadə oluna bilərdimi? Xeyr. İlk dəfə Avropada istifadə olunsaydı kağız puldan, ilk dəfə Avropa istifadə eləmiş olsaydı və burada niyə yazırlar ki, Marco Polo'nun sayəsində Avropalılar onun sayəsində kağız pul, barıt və kompasın ixtisası ilə tanış olurlar. Deməli,
25-ci suala doğru cavabımız oldu A variantı. 26-cı suala baxaq. Deməli 26-cı sualda nə deyir? 26 sualda deyir, mətn əsasında Avropalılar bu barədə ilk dəfə Marco Polonun sayəsində bilik əldə etmişdilər. Üzr istəyirəm. Kompasın mövcudluğu. Bax eləyincə həmin haqqında danışırdım. Bax burada kompas. Gördüyünüz kimi bax dairəyə aldım. Bir də nə? Dövlətdə kağız pulların istifadəsi. Bax elə onun da haqqında danışırdıq. Kağız pul məsələsi. Bu Marco Polonun sayəsində oldu. 1-4. 26-cı sualda doğru cavabımız oldu. D variantı. 27-ci suala bax. Verilmiş fikri mətnin neçənci abzasına əlavə etmək olar? Deməli, baxın biz dəqiqə. Burada neftdən söhbət gedir. Mətn altı. Bax, bu hissədə mətn altı neft haqqında danışır. Neft haqqında gəlin görək harada danışır. Mən gözləyəcəm. Xəzər dənizi ətrafında bax, qara maye neft haqqında. Deməli, bax, bura əlavə eləyə bilərik. Bax, bura dalğalı xətt çəkilən var. Bax, bu hissəyə əlavə eləmək olar. Burada neçənci abzasdır? 6-cı abzas. 6 da, deməli, 27-ci sualda doğru cavabımız olacaq C variantı. 28-ci suala bax. Mətndə tünd qara hərflərlə verilmiş ifadəni hansı sözlə əvəz etmək olar? Tünd qara hərflərlə verilmiş ifadə hansı ifadədir? Bir dənə göz gəzdirək görək. İşıq üzü görür. İşıq üzü görmək nədir? Nəşr olunur, çap olunur. Çap olunur da yoxdur, nəşr olunur cavabı var. Deməli, nəşr olunur cavabını götürəcək. Doğru cavabımız oldu C variantı. 29-cu sual. Mətndə hansı suala cavab yoxdur? 29-cu sualda mətndən sonra cavab yoxdur. Variantlara göz gəzdirim. 29-cu sualda doğru cavabımız olacaq D variantı. Niyə D variantı? Çünki deyir ki, hansı dünya səyyahları Marco Polonun kitabından bəhrələnmişdi. Bununla bağlı mətndə heç bir cümlə yoxdur. 30-cu suala görək nə deyir? Mətn üçün cədvəl tamamlayın. Təəssüf ki, burada cədvəl yoxdur deyə 30-cu sual haqqında izah verə bilməyəcəm. Deməli, bugün biz nə izah eləmiş olduq? 9-cu sinif rus sektoru, yəni Azərbaycan dili dövlət dili DİM-in təşkil etdiyi imtahan suallarını izah elədik. İzahı həyata keçirdi Malik Abbasov, Azərbaycan dili və ədəbiyyat müəllimi. Bu cür video izahların, dərs izahlarının və sınaq izahlarının, həmçinin buraxılış imtahan suallarının izahı üçün kanalımıza abunə olun. Təşəkkür edirəm. Bu günlük bu qədər.